Kameranın soyuq gözləri səhnəyə tuşlandı. Yüzlərlə tamaşaçının nəzəri gür işıqların kəsişdiyi işıq zolağına dikildi. Bu işıq talasında adi geyimdə, adi görünüşdə bir qız dayanmışdı. Qızı müşahidə edən ansamblın üzvləri qədim bir nəğmənin ilk melodiyalarını çalmağa başladılar. Uzaq yüzilliklərdən baş alıb kükrüyə-kükrüyə, qovrula-qovrula, uzun bir yol gələn Sarı Bülbül mahnısının ecazkar misraları tamaşaçıların ürəyini diqqətə gətirirdi. Biraz əvvəl aparıcının elan elədiyi mahnının və müğənninin adını tanımayan tamaşaçılar artıq bir-birindən soruşmağa başladılar. Oxuyan kimdir? Adı, familiyası necədir? Balaca müğənninin adını tanıyanlar da oldu. Xeyransa Məmmədova. Xeyransa Məmmədova 1966-cı ilin noyabrın 26-sında kasıb bir ailənin 9-cu övladı olaraq dünyaya gəlib. Uşaq vaxtı həyətlərində oynayanda qəfil üstünə it cumur. Xeyransa keçirtdiyi qorxunun təsirindən elə kiçik yaşlarından şəkər xəstəliyinə tutulur. Bakıdakı 232 nömrəli məktəbdə oxuyan Xeyransa elə məktəb vaxtlarından səhnəyə çıxaraq məşhurluq qazanmışdı. İlk dəfə böyük səhnəyə 1980-ci ildə 14 yaşında çıxmışdı. Lenin sarayında, yəni indiki Heydər Əliyev sarayında rəsmi tədbirdə Cahangir Cahangirovun Ana Kür mahnısını ifa eləmişdi. Tədbirdən sonra Heydər Əliyev səhnənin arxasına keçərək bu balaca qızın kimliyi ilə maraqlanır. Xəstəliyini biləndən sonra onun müalicəsinə göstəriş verir. Xeyransa Məmmədova 4 il dalbadal Oxutar müsabiqəsinin Məktəblilərin Zaqafqaziya festivalının laureatı olub. 1981-ci ilin fevral ayında isə Xeyransa Məmmədova Yerevan şəhərində Məktəblərin Ümumittifaq müsabiqəsində birinci yeri tutaraq ən yaxşı ifaçı üçün xüsusi prizə layiq görülüb. 13 yaşlı müğənni Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində Respublikanın əməkdar artisti müğənni İslam Rızayevin sinifində təhsil alıb. Orta ixtisas məktəbini bitirsə də o nə Mədəniyyət və İncəsənət Universitetində təhsil ala bilir, nə də konservatoriyaya daxil ola bilir. Xeyransa Məmmədova Moskva, Kiyev, Xarkov, Tbilisi, Yerevan kimi şəhərlərdə çıxış edib. O, hər gün musiqi həvəskarlarından yüzlərlə məktub alıb. Xeyransa Məmmədova Ana Kür mahnısını ifa eləyəndən sonra o qədər alqışlanırdı ki, hətta xalq artistləri də onu qısqanırdılar. Onunla bağlı maraqlı faktlardan biri də budur ki, maestro Niyazi onu övladlığa götürmək istəyib. Xeyransa Məmmədova isə onun təklifinə belə cavab verib. Mən sizi çox sevirəm, amma evimizdən ötürü darıxaram axı. Boş vaxtlarında pianoda, nağarada, qarmonda ifa eləməyə xoşlayırmış. Xeyransa Məmmədovanın həyatı ailə qurandan sonra başqa bir lada keçir. Belə ki, o, az konsertdə sürücü işləyən gənclə evlənir. Amma övladları olmur. Həkimlər Xeyransa Məmmədovaya dünyaya uşaq gətirməsinə icazə vermirdilər. Son müsahibələrinin birində Xeyransa xanım deyir: "Görəsən qorxulu yuxularıma nə vaxt son qoyulacaq? Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm. Kaş çox yox, 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin." Həkimlərin qadağalarına rəğmən 5 dəfə hamilə qalan Xeyransa Məmmədova hamiləliyini sonlandıra bilmir. Uşaqlar tələf olur. 1995-ci ildə 5-ci dəfə dünyaya uşaq gətirən Xeyransa Məmmədova doğuş zamanı dünyasını dəyişir.